Mənə sonra kommentlərdə video çəkəndə deyirlər ki, sən futboldan nə anlaşmısan, futbola baxmısan, 5 yaşında, 10 yaşında uşaqlar deyirlər, böyülə bilirlər. Biz belə Barcelona fanatı olmuşuq. Bax, 2010-cu ildə biz Barcelonanın bütün oyunlarına baxmışıq. Bütün oyunlarına. Bax, mənim qəzetlərim var. 2011-ci ildə bax, yığmışam. Görürsünüz, bax, 2011-ci ildə, avqust 28-ci Barcelona əjdaha vaxtlarında, Barcelona Çempionlar Liqasını götürənəcək, hamısı yığmışam. Bir-bir, birdən bizə 10 qəpik, 20 qəpik çörək pulu verdilər, Sasko çörək yiyək. Onu deyib bilmirdik ki, bunlardan alırdıq. Yəni, uşaqlıqdır da, indi düzdür, məntədən düzdür, amma uşaqlıqdır, biz belə eləmişik. Bütün Barcelona oyunlarını uşaqlar yazmışam bura. 2011-2012-ci il, bütün Barcelona oyunlarını, bütün, hamısını. Bütün şotları yazıram. Barcelona Sezar'dan 2-12 elədi. Asusuna 8 dənə vurdu. Özü yadımdadır bu. Birinci sayım 5-0 vurmuşdu. İkinci sayımda 3 dənə vurdu. Valencia'nın 2 elədi. Atletico Madrid 5-0 vurdu. Sporting'e 1-0 vurdu. Hamısını bayılmışam. Racing Zəd vardı vaxtda. Yadında baxanlar bilir. İndi Racing 3-cü divizyondadır, 2-ci divizyonda hardadır. Yəni bax biz belə Barcelona azarkeş olmuşuq. Çempionlar Liqasının bütün finallarını uşaqlar. Bu günə kimi nə qədər final olmayıb. Hamısını yazmışam. 56-cı ildə Real'la Reymsoni, 1-0 Real Udubonu. Real 5 dəfə dalbadar götürüblər. Real Fiorentinadır, Milanudur, Reymsonudur. Amma hamısını bir-bir yazmışam. Burada Messi'nin bəlkə azarkeş olmuşuq. Biz burada hamısını ardı-bardı alayım. Burada səhv yazmışdım, sonra düzəltmişəm bunları. Hamısını bir-bir yazmışam. La Liga'nın qalibləri kimlər necə olub, hansı illərdə olub, kimlər olub, hamısını bir-bir yazmışam. Bu videoda yazmışıq, yaxşı, buna baxıb deyə yaxşı şey yazmaq olar. Ne deyirlər, adı oynamam deyəcək, tapaz nədir? Ondan. 1x Betsat. Hamısı, babların birini 20 qəpiyə çıxartdırmışdım. 15 dənəsinə deyəsən, səhv eləmirəmsə, həlinsiz çıxırdı. 3 manat vermişdim deyəsən. 3 manat vermişdim, gücdən yığmışdım. Messi'nin Arsenal'da oyuncu olub vurandan sonra şəkili. Hər birinin bağ şəkillərini bağa göstərirəm sizə. Çıxartdırmışam. Messi, Alexis Sanchez, bütün Barcelona 11'ini çıxartdırmışam. Hamısını. Bu 3 manat bilirsiniz mənim üçün nə böyük pul idi. Hindi balaca pul idi. İndi bizlər üçün heç nədir. O vaxtlar 10 qəpik dərs pulu alanım üçün 30 günün dərs pulusu ilə bərabər idi. 30 günün. Yəni mən bunu əziyyətlə almışam. Çünki Barcelona'nı sevirdim, həqiqətən sevirdim. Çempionlar Liqasının qalibləri kim desə, mən bunu yazanda Real 9 dəfə qalib olmuş. İndi 15 dəfə olum maşallah. Milan 7 dəfə, Bavariya 5 dəfə idi, Liverpool 5 dəfə idi. O vaxtlar Barcelona 4 dəfə idi onda. Ondan sonra Barcelona bir dəfə oldu. Liverpool götürüb, Bavariya götürüb. Yəni bunları mən yazanda 2011-ci ildir. 2009-dan başlamışam yazmağa. Lionel Messi, Real Madrid logo kesirdim, Ronaldo şəklini vururdum. Yəni biz Barcelona Messi'ni sevəndə Ronaldo'da hörmətimiz var idi. İndikilər futboldan anlayışları yoxdur. Real Barcelona qəzetdən cırmışam uşaqlar. Bablar bir-bir qəzetləri mən gedirdim, alırdım hamısını. Futbol qəzetləri. Heç kim almır, demələrdi. Şey vardı. Post vardı yanımızda. Postda kilona olurdu qəzetlər. Deyirdim ona ki, bəs bunlar kilona satırsan. Deyir, hə, gedirdim oturdum kilona qəzetləri. Yığırdım bir-bir şey qəzet. Oxuyurdum ya bunların hamısını. Bax, Messi'nin pentatrikdən danışdı. Nə bilim, Gonzalo istefa verdi. Rooney müqayisə etdi. 2012-ci il. 12 Mart kim? Düz bundan 13 il qabaq uşaqlar. 13 il, bax. 13 il bir ay keçib üstündən. Casillas əvəz tapıldı ya. Bunlar hamısını bir oturub oxuyurdum. Bəlkə bunlar hamısını 10 dəfə oxumuşam mən. Biz belə Barcelona fanatı olmuşuq. Biz belə azərkeş olmuşuq. Futboldan çox gözəl anlayışımız var. Biz futbola yaxşı baxmışıq. Başdan anlaşımızda nə ki, biz Barcelona La Liga'ya baxmışıq. O futboldan deyilməliyik. Amma belə Barcelona azərkeş kimi çox güclü azərkeş olmuşuq biz. Bizim vaxtımızda azərkeş var idi. Oturduk, bütün gün telefon yox idi əlimizdə. Bütün gün qəzet yığırdıq. Yəni belə. Lazım olsa ətraflı göstərərəm, yazarsınız ətraflı göstərərəm. Yəni biz belə əziyyətlər çəkmişik. Futbol üçün. Uşaq vaxtı. 12 yaşımız vardı bayığanda.